Verilişin baş sponsoru Alman brendi Bosch. Verilişin sponsoru Coca-Cola. Salam dəyərli dostlar və mənim mətbəximi daimi izləyənlər. Yenə də evinizdə hazırlaya biləcəyiniz asan, tez və ləzzətli reseptləri paylaşmaq üçün qarşınızdayım. Bugün hər zaman olduğu kimi yenə əla menü hazırlamışam. Və ilk yeməyimiz İtalyan şorbası minestrone. Əsas yeməyimiz balına sosu üzərində pendir və ıspanaq dolğulu pappardella. Və sonda şirniyyatımız karamel soslu panna cotta. Hazırsanız gəlin yaxın oturun, başlayaq. Ərzaqlar artıq önümdədir və yavaş-yavaş panna cottanın hazırlığına başlayaq. İlk öncə ocağı açırıq, gətiririk maksimuma. Belə bir qarışdırma teli götürək və burada 400 qram qaymağımız var. Bunu əlavə edirik qabımızın içinə. Bu arada qaymaq 35% yağlılıq tərkibi var. Onun üçün ona diqqət edin. 100 qram şəkər tozu bunu da əlavə edirik və bir paket vanilin. Bunları burada yaxşıca isinsin deyə qoyaq. İlk öncə qarışdıraq və burada 100 mg südümüz var. Bunu əlavə edirəm. Bu resepti daha öncə hazırlamışdıq, amma yarpaq jelatindən istifadə eləmişdim. Bu isə bu jelatini tapmaq daha asan olduğu üçün bugün 2 paket sadə toz jelatindən istifadə edirəm. Burada 2 paket jelatin, yəni əmən-əmən 10 qram yarpaq jelatinin etkisini eləyir, yəni o qatılığı verir. Onun üçün 2 paket istifadə elədim. Əslində paketlərin üzərində nə qədər olduğunu yazılır. Çünki belə deyim də, industrial mətbəxdə, yəni professional mətbəxdə biz listavoy jelatindən, yəni yarpaq jelatindən istifadə edirik. Amma evinizdə onu tapmaq biraz çətin məsələdir. Onun üçün sizin üçün rahat olsun deyə dedim ki, paket jelatindən istifadə edin. Artıq paket jelatini də südlə qarışdırdıq. Və əlavə edirəm qabın içinə tamamını və bu qarışımını yaxşıca qarışdırırıq. Alırıq orta alova ki, jelatin yavaş-yavaş isinib, aktivləşsin və öz funksiyasını yerinə yetirsin. Bilirsiniz ki, jelatin aktiv olması üçün dərəcənin yüksək olması lazımdır. Yəni bir balaca qaynara düşməlidir. Əlbəttə ki, hər zaman olduğu kimi südlü şirniyyat hazırlayırıqsa, duz əlavə eləmək mütləqdir. Yəni bir çimdik ləzzət verəcək, bambaşqa bir ləzzət verəcək. Bunu hər zaman vurğulayıram. Yəni qaşıda da elədir, yəni bütün süd şirniyyatlarında əslində elədir və xəmir xörəklərində də əslində elədir. Qarışım burada isinənə qədər təkrar üzərindən keçim. 400 qram qaymaq var burada, krem qaymaq, 100 mg süd var, 1 paket vanilin var və 2 paket jelatin. Bir çimdik də duz. Bunları yaxşıca qazanımızda isidirik. Bunlar burada isinənə qədər mən də bu qazanımızın altını açım və sosunun hazırlığına başlayaq. Burada 1 paket vanilin var, 100 qram şəkər tozu var və 100 qram da krem qaymaq var. İlk öncə şəkər tozunu əlavə edirəm. Şəkər vanilini əlavə edirəm. Duzlu bir karamel hazırlayacaq əslində. Çox az su ki, şəkər tozumuz yavaş-yavaş burada əriməyə başlasın. Çox az, yəni bir yemək qaşığı qədər su əlavə elədim və qaşıq vasitəsilə gür alovda qarışdıra-qarışdıra, tələsmədən əslində yanmış karamel daha ləzzətli olur. Bu qarışımımızı qarışdırırıq. Hər iki qarışımı tələsmədən qarışdırırıq. Həm
panakottamızı, həm də karamelimizi artıq yavaşdan gördüyünüz kimi rəng dəyişdirməyə başlayır. Qeyd etdiyim kimi yanmış karamel daha ləzzətli olur. Tam da duz vurmağın məqamıdır. Qaya duzundan istifadə edirəm. 4-5 cimdik yetərli olacaq. Karamelimiz artıq istədiyim kimi burada əriməyə başladı. Yanıq karamelə dönüşməyə başladı. Panakottamız da artıq hazır. Altını tam olaraq bağladım. Və qoyaq burada bir balaca soyusun. Ta ki sousumuz hazır olana qədər. Görürsünüz, karamelin rəngini tam istədiyim kimi olur yavaş-yavaş. Heç ocağın altını bağlamadan gür alovda karamelimiz qaynamağa davam edir. Artıq şəkər tam demək olar ki, əridi. Biraz da qarışdıraq. Mən sizi bilmirəm, amma mən yanmış karameli çox sevirəm və xüsusən də desertlərə, panakotta kimi desertlərə çox yaraşır. Sos halında inanılmaz gözəl, dadlı olur. Artıq görürsünüz, karamel tam istədiyim kimi axışqan və ləzzətli görsənir. Sıra gəldi çatdı krem qaymağımızı 100 mg bura əlavə eləməyə. Tam da bu məqamda qarışdırmağa davam edirik və sousumuz demək olar ki, hazırdır. Bu cür gözəl bir sous alınmalıdır. Biraz da isinsin, qaymağımız içində və sousumuz hazır sayılır. Görürsünüz, yəni bu cür bir gözəl sous alınmalıdır. Sousumuz öz növbəsini burada gözləsin, bir balaca soyusun. Biz də artıq kənara aldığımız panakottanı qablaşdırmağa başlaya bilərik. Bunun üçün də belə bir qablar götürdüm. Əgər içindən çıxardacaqsınızsa, belə qablardan istifadə edə bilərsiniz və yaxud da birbaşa yeyəcəksinizsə, yəni bu cür qablardan da istifadə edə bilərsiniz. Panakottamız hazır dostlar. Soyuducu da özünü tutsun. Mən də ona qədər çiklənən qablarımı qabyan maşınında yuyum. Dünya şöhrətli restoranların mətbəxinə nəzər salsaq, nə qədər müştəri olmasından asılı olmayaraq qabların həmişə tərtəmiz olduğunu görə bilərik. Səliqəli və təmiz mətbəxin sirri də elə budur. İndi boşda siz də ailənizin dünya şöhrətli aşpazına çevrilin. Siz mətbəxdə ləziz təamlar yaradarkən bulaşıq qabları boş qabyan maşınına həvalə edin. Hər yumada mükəmməl nəticələr əldə etməklə yanaşı 33 litrə suya qənaət edin. Boş qabyan maşınlarını elə indi boshome.com az saytına keçərək və ya rəsmi distributorlardan da əldə edə bilərsiniz. Həyatı boş kimi yaşa. Sıra gəldi çatdı bizim makaronumuza, yəni pasta hazırlayacağıq. Pastanı da içi dolğulu hazırlayacağıq. Qeyd etdiyim kimi pappardella pastasını hazırlayacağıq və bunun üçün xəmir hazırlamalıyıq. Əlbəttə ki, bir nömrəli köməkçim hər zaman yanımdadır. Duzu yanıma qoyum. Burada 200 qram un vardı. Bunu ələkdən öncədən keçirmişdim. Bunu əlavə edirəm qabımıza. Üç ədəd yumurta birbaşa qırırıq qabımıza. İki çimdik duz və bunu yaxşıca qarışdırırıq. Çox az su istifadə edə bilərsiniz. Əgər ki, xəmiri toplamaq istəyirsinizsə, baxacağıq, görəcəyik. Əgər buna ehtiyac varsa, o zaman qarışdıracağım. Yavaş-yavaş xəmirimizi qarışdırırıq. Xəmir tam istədiyim kimi yoğruldu. Sadəcə olaraq əllərimizi bir balaca unlayaq ki, xəmir əlimizə yapışmasın.
Gördüyünüz kimi biraz sərt və gözəl xəmir alındı. Tam da makarona lazım olan, yəni pastaya lazım olan xəmir kıvamında. Əslində yumuşaqdır, amma biraz da yumuşaması üçün bunu qoyacağıq kənara, özün biraz tutsun. Papardellanın içini hazırlayırıq. İçli üçün də əlbəttə ki, belə bir böyük tava. Yağı qoyun burada yavaş-yavaş isinsin. Mən də içli üçün soğan, sarımsaq və ıspanaq istifadə edəcəm və əlbəttə ki, ricotta pendirindən. Artıq öncədən ıspanaqları da, soğanı da təmizləmişəm. İlk öncə soğanı doğrayırıq uzun-uzun. Əgər fərqli mətbəxlər sevirsinizsə, yəni bu yemək sizin üçün axşam iftara hazırlıq eləmək üçün çox gözəl bir fikir olur. Çünki İtalyan mətbəxi də çox gözəldir, çox dadlıdır və xüsusən də bugünkü yeməklərdə iftara çox uyğun yeməklərdir. Həm şirniyyatı olsun, həm isti yeməkləri olsun deyə çox gözəl bir menü olacaq bugünə. Ispanaqları da bu şəkildə uzun-uzun doğrayırıq. Artıq tavamız isindi. Soğanlarımızı tavamıza göndəririk. Şöyle yavaş-yavaş qovrulsun. Biraz rəngi dəyişsin. Əlbəttə ki, sarımsaq da. Bunu da göndərirəm soğanın yanına. Yaxşıca qarışdırırıq ki, soğanlarımız yanmasın. Amma gözəl qızarsın. Ədviyyatlardan sadəcə olaraq duz istiyor, sarıkök istifadə edəcəm. Sarıkök də bilirsiniz ki, soğanla çox yaraşır. Onun üçün bir balaca qaşığın dibində nə qədər faydalı olduğunu da bilirsiniz. Onun üçün sarıkök çalışıram. Çox yeməklərimdə istifadə edeyim. Soğanlarımız biraz da yumuşasın, şəffaf rəngə dönsün. Biraz bunlara su əlavə edeyim ki, burada yaxşıca pörtsün. Tuzumuzu da əlavə edeyik ki, soğanın içindəki artıq sular da özünü bıraksın. Biraz da karabiber. Yavaş-yavaş soğanlar başlayır burada tərləməyə. Soğanlar tam istədiyim kimi qovruldu. Ispanağı da göndərirəm bu gözəlliyin yanına. Həcim sizi qorxuzmasın. Bilirsiniz ki, ıspanaq ümumiyyətlə elə bir bitkidir ki, isti dəyən kimi dərhal azalır. Amma bu qədər ıspanaq bizə tam olaraq yetərlidir. Onun üçün qabımı da bir balaca böyük seçdim ki, içində rahat-rahat ıspanağı çevirmək mümkün olsun. Əla. Biraz istəyirəm ıspanaq da öz suyunu bıraksın. Onun üçün də biraz da duz əlavə edeyim ki, ıspanağın suyu da bıraksın və buharlansın. Ləzzətlərinin hamısı ortaya çıxsın. Artıq qoxusu gəlməyə başladı. Gördüyünüz kimi, yəni əməlli başlı həcm ıspanaqdan demək olar ki, bir şey qalmadı, qovruldu. Amma tam öldürmək istəmirəm ıspanağı ki, içindəki vitaminlər ölməsin. Onun üçün bu qədər tamamilə yetərlidir. Bir qab götürüm yanıma ki, qarışdırma rahat olsun. Belə bir qab kifayət eləyəcək. Ispanaqları birbaşa göndərirəm qabın içinə. Biraz gördüyünüz kimi tavada çevirdim. Ispanaq bir balaca diri qaldı ki, mən də tam bunu istəyirdim. Biraz parmesan pendirimiz var. Bir ovuc qədər bura əlavə edirəm və burada aşağı yuxarı bir 300 qram ricotta pendiri var. Ricotta pendirini də bura əlavə edirəm və yaxşıca bu qarışımları qarışdırırıq ki, gözəl bir içli alınsın. Hatırlayırsınızsa, yəni ravioli hazırlamışdıq. Bu bambaşqa bir növ olacaq. Yəni çox sevdiyim və ləzzətli bir pasta növü olacaq əslində. Tam da iftara uyğun. Əgər ki, gürzə dadında, içli dolğulu, mantı dadında bir şey xoşlayırsınızsa, yəni bu yeməyi çox bəyənəcəksiniz, əminəm buna. Əla.
Tam istədiyim bir qarışım alındı. Amma içində tutması üçün buna əlbəttə ki yumurta əlavə eləmək lazımdır. Bir ədəd də yumurta əlavə edirik və yenə də yaxşıca qarışdırırıq. İçliyimiz demək olar ki hazır. Xəmirimiz də hazırdır. Sıra gəldi çatdı xəmirimizi yavaşdan açmağa. İçliyimiz burada qalsın. Öz növbəsini gözləsin. Biz də yavaş-yavaş xəmirin açmağına başlayaq. Xəmirimizi, dinlənmiş xəmirimizi yanımıza alaq. Görürsünüz biraz qaldı və tam istədiyim qatılıqda. Görürsünüz yumuşadı xəmir. Yəni bununla işləmək çox rahat olacaq əslində. Qabımızı qoyuruq yanımıza və yanımıza biraz un götürək. Bunu taxtamıza sərpişdiririk və bu xəmir böyükdür. Bunu 2 hətta 3 yerə bölə bilərik. Bunun üçün belə bir spatula götürək, belə bir şpatel götürək əslində və mən uzun eləyəcəm. Onun üçün 2 yerə, düzgün 2 yerə bölməm kifayət eləyəcək. Bunları yaxşıca kündələyirik. Kündələr də hazırdır. Un uzaq getməsin. Yavaş-yavaş xəmirimizi açmağa başlaya bilərik. Belə bir 2 alət var. Həm kəsici, həm də bu cür bir mərdanə. Bunları yaxşıca uzun sov. Yəni aparatınız varsa aparatla da bunu eləyə bilərsiniz və yaxud da mənim kimi bu cür oklava və yaxud da mərdanə vasitəsilə də bunu eləyə bilərsiniz. Daşırsan qəlbimiz kimi Ağ günlər gözəl qoynunda. Tam incə istədiyim kimi xəmiri açdım. Sıra gəldi çatdı biraz buraları undan təmizləyim. Bunun üçün də belə bir fırça götürürəm. Xəmiri yaxşıca təmizləyirik ki artıq un bizə mane olmasın. Və sıra gəldi çatdı bunun içini doldurmağa. Bunun üçün də tam ortasını hədəf alaraq bu cür iç doluğunu biraz bol bir şəkildə ortasına düzürük. Biraz gördüyünüz kimi kənarlardan məsafə qoydum ki oralarda bağlanacaq. Çalışım elə düzüm ki heç bir boşluq qalmasın. İçliyi düzgün bir şəkildə doldurandan sonra kənarlardan yenə də gördüyünüz kimi hər iki tərəfdən hardasa 2 barmaq yarım qədər bir yer buraxdım. Bu gözəlliyi neyinirik? Bu cür diqqətli bir şəkildə bağlayırıq. Gördüyünüz kimi şəkil verərək hər bir tərəfini yaxşıca sıxışdırdıq. Barmağımız vasitəsilə də kənarlarda sıxışdırırıq. Eyni qaydada hər bir tərəfdən bu şəkildə yapışdırırıq. İndi də kəsəcəyimizlə kənarların artıqlarını götürürük. Eyni qaydada da üst tərəflərində artıqlarını bu şəkildə götürürük. Bu cür gözəl bir forma alındı gördüyünüz kimi. Bu cür gözəl bir şəkil verdik. İndi nə edirik dostlar? Bunu yaxşıca bu şəkil çeviririk və əlimiz vasitəsilə bunu bükürük. Bu cür yuvarlayaraq bu cür bir gözəllik alındırırıq. Gördüyünüz kimi tam da şəkli itməsin deyə bu kənarları da bu şəkil düzəldirik və bu tərəfi də sıxışdırırıq. İstədiyimiz forma alındı. Bunu qoyuruq bir kənarda dursun. Öz növbəsini gözləsin. Ta ki biz ikincisini açana qədər və eyni işləmi də ikinci kündəmizdə də həll edirik.
daşırsan kalbimiz kimi. Ah günler güzel koynunda beslenir bugün. El gülür aşıp daşırsan kalbimiz kimi. Ey vətən, ey duygum, ey heyecanım. Her zaman bu yeryüzünde sen ünvanım. Sen benim varlığım, yüreğim, canım. Dostlar, papardağımız da hazırdır. İçi dolğu, çox ləzzətli, pendirli, ıspanaqlı, soğanlı, sarımsaqlı. Bunu göndərirəm soyuducuya. Öz növbəsini gözləsin. Ta ki mən bunun altına sousu və şorbanı bitirənə qədər. Bunu çünki ən son bişirəcəyik. Qeyd etdiyim kimi balanes sousu qaldı. Balanes sousumuzun üçün də eyni tavanı istifadə edəcəm. Tavanın altını açıram. Tavamız burada. İstinənə qədər bilirsiniz ki, burada ıspanaq da bişirdik. Hələ birbaşa da bu tavanın içində balanızımızı da hazırlayacağıq. Bitki yağı. Soğanları xırda-xırda doğrayaq. Soğan, sarımsaq və kök. Bunları yaxşıca xırda-xırda doğrayıram. Başda soğanlarımızı doğrayaq. Ümumiyyətlə, fərqli-fərqli balanes sousunun reseptləri var. Və unutmayın ki, balanes bir sousdur. Yəni, spagettinin yanında, makaronun yanında veriləcək bir sousdur. Qıyma ilə hazırlanır. Yəni, dana qıymasından hazırlayacağım mən bugün onu. Və əlbəttə ki, ilk növbədə soğanlarımızı tavaya göndəririk. Altını tavanın biraz vamalova alıram ki, soğanlarımız yanmasın. Her zaman bu yeryüzünde sen ünvanım. Uşaqların ən sevdiyi yeməklərdən biridir spagetti balanes. Bilirsiniz ki, balanes sousunu da dəfələrlə hazırlamışıq. Bir neçə verilişdə hətta istifadə eləmişəm deyə hatırlayıram. Yəni, xüsusən də spagettinin yanında da balanes çox gözəl gedir. Amma bugünkü yeməklə də inanılmaz gözəl yaraşacaq. Soğanlarımızı tavaya göndərdik. Orada yaxşıca qovrulsun. Soğanla yetinməyəcəm. Bir-iki ədəd də sarımsaq məncə balanızımızı çox ləzzətli eləyəcək. Bunları da xırda-xırda doğrayıram. 2 diş yetərli olacaq. Sarımsaqlar da bu arada iridir. Onun üçün bu dişlər tam olaraq yetərli olacaq. Bunları da yaxşıca xırda-xırda doğrayırıq. Ey vətən, ey duygum, ey heyecanım. Her zaman bu Tavanın altını bir balaca açdım. Biraz yüksək alovda ki, yavaş-yavaş qovrulmağa başlasın. Buradakı həm sarımsağımız, həm soğanımız. Hər zaman soruşurlar ki, hətta bəzi profesional aşpazlar belə soruşurlar ki, ilk öncə nəyi qovurursunuz? Əti yoxsa soğanı, sarımsağı yoxsa soğanı? Yəni mən hər zaman, xüsusən də çox vaxtı ilk öncə soğanla sarımsağı, yəni tərəvəzləri qovururam, daha sonra əti əlavə edirəm. Əlbəttə ki, bu yeməyə görə dəyişə bilir. İlk öncə əti də qovura bilərsiniz. Amma qıyma hazırladığım zaman xüsusən də istəyirəm soğan, o bişmiş soğan bilirsiniz ki, həm tez xarab olur, bişməmiş soğan həm tez xarab olur, həm də ki, yəni yaxşı qovurmasa soğanı, həm qoxusu var. Onun üçün soğanı və sarımsağı ilk növbədə xüsusən çox gözəl çalışın qovurun ki, qoxusu sizi rahatsız eləməsin və tez xarab olmasın. Həm ətiniz iylənə bilər, yəni bu xüsusən də soyuducuda tutacaqsınızsa, yəni buna çox diqqət eləyin. Şorbada da belədir, yeməklərdə də elədir. Yəni soğan, sarımsaq yaxşı qovrulmasa qoxusu çox pis olur, xüsusən də qaldığı zaman. Və yeməyi tez xarab eləyir. Amma yaxşı qovrulan soğan əlbəttə ki, çox ləzzətli olur, xüsusən də şəkəri çıxdığı zaman inanılmaz gözəl olur və içindəki qıyma da əlbəttə ki, çox ləzzətli olur. Yaxşıca bunu qovurana qədər yenə də klasik olaraq sarı kök, biraz bol. Yəni mən öz üslubumda balanızı hazırlayıram. Yəni əlbəttə ki, öz sevdiyim ədviyyatları da bunun içinə əlavə edirəm. Biraz da qovrulsun. Bu qovrulana qədər mən boş dayanmayım. Boş yardımcımı yanıma çəkim. öptü kumru kimi gür şelaleler. Aparatım hazırdır. Burada soğanlar yavaş-yavaş qovrulur. Soğanın içinə artıq qıymanı əlavə eləyim ki, burada yavaş-yavaş qovrulsun. Ta ki biz digər tərəvəzlərimizi doğrayana qədər. Burada bu arada yarım kilo qıyma var. 1 ədəd soğan istifadə elədim. 2 diş də sarımsaq. Biraz sarı kök. Burada yavaş-yavaş qovrulsun. Mən də keçim əsas məsələyə.
Mamı istifadə edənlər bilirlər ki, xüsusən bunun həm doğrama aparatı var, həm yoğurma, həm də çırpma. Xüsusən də bugün doğramasını istifadə edəcəyi belə bir kök götürürsünüz və heç əziyyət çəkmədən bunu çalışdıraq və kökümüzü qəşəngcə süzgəcdən keçirmiş kimi doğrayaq. %3,8 litr həcmli boş MAM seriya 5 mətbəx kombayını ilə artıq zəhmət çəkmədən istədiyiniz təamları hazırlaya bilərsiniz. Bu mətbəx robotu hər biri ayrı-ayrılıqda olmaqla çırpma, qarışdırma və yoğurma başlıqlarını özündə birləşdirir. Eyni zamanda həssas tərəzi ilə ərzaqlarınızın çəkisini rahatlıqla ölçə bilər və zaman sayğacı ilə vaxtınızı daha faydalı dəyərləndirə bilərsiniz. Həmçinin bu kombayn sıçratmanın qarşısını almaqla mətbəxinizin daima tərtəmiz qalmasını təmin edir. Qabyan maşınında yuyula bilən aksesuarları sayəsində isə təmizliyi çox rahatdır. Boş mətbəx kombaynlarını elə indi boşhome.com saytından keçid edərək və ya rəsmi distributorlardan da əldə edə bilərsiniz. Həyatı boş kimi yaşa. Dostlar, gördüyünüz kimi tam istədiyim kimi kökləri doğradım. Yəni bunun əslində fərqli başlıqları da var. Daha incə, daha qalın və yuvarlaq şəkildə də doğraya bilərsiniz. Mənim istədiyim bu şəkildir ki, kök həm şorbamda, həm də balınızda çox gözəl gözüksün. Artıq burada ətimiz də yavaş-yavaş qovrulur, soğanlarımız, sarımsaq da qovrulur. Vam alovdan artıq gür alovu alıram və kökün bir hissəsini bura əlavə edirəm. Ki, balını sosda bilirsiniz ki, kök çox önəmlidir. Kök də burada ətlə birlikdə yavaşdan qovrulsun. Tam gür alovu alıram və yaxşıca əti tərəvəzlə birləşdiririk. Qeyd etdiyim kimi sadəcə olaraq 400 qram qıyma var. Bir ədəd kökün, yəni böyüksə əgər kök, yarısını istifadə edin. Əgər ki xırdadırsa bir ədəd kök tam olaraq kifayət eləyəcək. Bir ədəd soğan və 2 diş sarımsaq. Burada 2 ədəd pomidorun, yəni orta boy 2 ədəd pomidorun doğranmış suyuyla bərabər ətli bir pomidorun parçaları var. Bunu da birazdan əlavə eləyəcəm, amma hələ ki istəyirəm bir balaca kök ölsün. Artıq biraz duz, biraz qara bibərin vaxtı gəldi, çatdı. Yəni bu sos makaronumuzla birlikdə, yəni pastamızla birlikdə çox gözəl görsənəcək. 3 ədəd dəfnə yarpağı da buna xüsusi bir ləzzət qatacaq. Yaxşıca qarışdırırıq. Əla, kökümüz də yavaş-yavaş görürsünüz, əriməyə başladı, ətə qarışmağa başladı. O da o deməkdir ki, pomidor suyunu, pomidor doğranmışını göndərməyin tam vaxtıdır. Əla. Yəni tomat əzməsi mən istifadə eləməyəcəm. Əgər ki rəng vermək istəyirsinizsə və tomat əzməsi sevirsinizsə, bir qaşıq, yəni orta bir yemək qaşığı tomat əzməsi də vura bilərsiniz. Amma mən vurmayacağım, çünki pomidor məncə kifayət eləyir. Bolognese sosumuz demək olar ki hazırdır. Biraz buna çox az su da əlavə edeyim ki, yavaş-yavaş suyun içində pık-pık vam alovda qaynasın. Bunu alıram vam alova. Hətta qoyaq bunu kənara ki, buradakı vam alovda yavaş-yavaş qaynasın, bütün ləzzətlər bir-birinə qarışsın. Sosumuz biz şorbanı bitirənə qədər hazır olsun. Dostlar, sosumuz demək olar ki hazırdır. Sıra gəldi, çatdı şorbamıza. Şorbanın da qazanını yanımıza gətirək. Altını açaq. Yavaş-yavaş qazanımız isinənə qədər tərəvəzləri doğramağa başlayaq. Şorba üçün də əlbəttə ki yarım ədəd soğan və 1 ədəd sarımsaq yetərli olacaq. Bunu da yenə də hər zamanki kimi xırda-xırda doğrayırıq. Şorbamız bu arada tərəvəz minestrone şorbasıdır. Yəni minestrone şorbası fərqli olur. Bugün fərqli tərəvəzlərdən hazırlayacağım bu şorbanı. Xüsusən də lobya kimi, yəni zulallı olan quru ərzaqlardan da istifadə edəcəm. Soğanımızı xırda-xırda doğradıq eyni qaydada.
Sarımsağımızı da xırda-xırda doğrayırıq. Qazanımız orada yavaş-yavaş isinir. Bolognese sosumuz da yaxşıca dəmlənir. Biraz bura bitki yağı əlavə eləyək, zeytun yağı tam yerinə düşər. Tərəvəzlərimizi göndəririk qazana. Yavaş-yavaş burada bunlar istiyə düşüb qovrulana qədər digər tərəvəzləri də dərhal yanına göndərirəm. Bunları da doğrayaq. Burada kərəvüz sapı var. 2-3 sap mənə tam olaraq yetərli olacaq. Gördüyünüz kimi kökü də var. Kökündən də çox gözəl məzələr istifadə eləmək, yəni hazırlamaq olar əslində. Ki, öncədən də hazırlamışdıq. Əgər qaçırmısınızsa, Rami'nin YouTube səhifəsinə girib oradan videosunu izləyə bilərsiniz. Kərəvüz sapını da doğradıq. Bunu da göndərirəm soğanların yanına, soğanın, sarımsağın yanına. Bunu yaxşıca bunları qarışdırırıq. Altını biraz azaldım ki, soğanımız yanmasın. Yavaş-yavaş burada qovrulsun. Kərəvüzün qoxusu dərhal çıxmağa başladı və sıra gəldi çatdı kökə. Kökü biraz bol eləyəcəm. Kimin stroni şorbası xüsusən də kökü xoşlayır. Yəni, kök içində çox gözəl görsənir. Yaxşıca bunları çeviririk. Ta ki, biraz tərəvəzlər ölənə qədər. Yəni, biraz ərisin tərəvəzlər. Əla, tam istədiyim kimi. Bolognese olsa da baxın necə gözəl görsənir. Yavaş-yavaş burada dəmlənir. Ətlər pambıq kimi olacaq. Mən də buna qədər kartofun tamamını doğramayacağım dostlar. Yarım ədədi mənə tam olaraq yetərli olacaq. Çünki digər ərzaqlardan da çox olacaq. Onun üçün yarım ədəd kartof. Bunu da bu cür kub-kub doğrayaq. İlk öncə yuvarlaq, ondan sonra bir balaca iri kub şəklində doğrayacağım. Kartofumuz öz növbəsini gözləsin. Əla, tərəvəzlər tam istədiyim kimi yüngül var, ərili, biraz diri qaldı ki, xoşladığım da elə budur. Yəni kök bir balaca şorbada diri qalsın. Lobyanın sırası gəldi dostlar. 2 çeşid lobya əlavə eləyəcəm. Biri bu cür. Biraz qırmızı tam lobya deyil, amma biraz qırmızıya bənzər lobyadır. Bunun bir hissəsini, yəni bir ovucunu əlavə edirəm ki, tam olaraq yetərli olacaq. Və burada maş lobyası da var. Bundan da bir ovuc qarışdırsam, hətta bir balaca çox eləyim. Öncədən əlbəttə ki, ıslatmışdım mən bunları. Bir gün öncədən bilirsiniz ki, lobyalar suya qoyulur ki, islansın. Və biraz da pomidor əzməsi. Aşağı yuxarı bir çömçə. Bunları yaxşıca ilk öncə qovururam. Vay, gözəlliyə baxın. Biraz pomidorun qoxusu getsin, biraz qovrulsun. Tam da bu məqamda kartofları da içinə əlavə edeyim. Əla. Bu şorba inanılmaz gözəl olacaq. Ən son cəfərini əlavə edəcəm əlbəttə ki buna. İndi sıra gəldi çatdı. Ya su əlavə edə bilərsiniz. Onsuz da tərəvəzlərin içində bu bişəcək. Yəni tərəvəzlər bu suya çox gözəl bir dad verəcək. Yəni bulyonumuz tam tərəvəzli bir bulyon olacaq. İstəsəz toyuq əti suyuna və ya mal əti suyundan da istifadə edə bilərsiniz. Suyu tam tərəvəzlərin üzərinə gələcək şəkildə, hətta biraz çox əlavə elədim. Çünki bilirsiniz ki, həm lobya bişəcək, buna öz dadını əlavə eləyəcək. Yəni bir balaca həlimi çıxacaq. Hər iki lobyamızın da. Ən son buna cəfəri və parmezan da əlavə eləyəcəyik ki, çox dadlı və ləzzətli lobyamız olsun. Biraz qaynara düşsün. Son ingrediyentini də əlavə eləyək. Əlbəttə ki, bu da makarondur. İstədiyiniz çeşid makarondan istifadə edə bilərsiniz. Bir ovuc yetərli olacaq. Amma gözləyək ki, şorbamız qaynara düşsün. Dostlar, demək olar ki, hər bir şeyimiz hazırdır. Şirniyyatımız hazır, bolognese sosumuz hazır.
çorbanı da bitirək, yaxşıca bizim hazırladığımız paslanı da dəmləyək, bişirək və yavaşdan süfrəni düzək. Yadında mı öten günler? Hem çoğalır hem azalır bizimizde, alnımızda o illerden izler kalır. Gelesizim keçelleri ya da salak döne döne öten güne gün çatar mı? Çalasan da günü güne. Verilişin sponsoru Coca-Cola. Doğmalarımızın ətrafında keçirdiyimiz hər an həyatımıza yepyeni duyğular gətirir. Ailə üzvlərini iftar süfrəsi arxasına toplayan dəyişilməz dadı isə illərdir Coca-Cola'dır. Coca-Cola məhsul çeşidləri hər zövqə oxşayaraq kiçikdən böyüyədək hər kəsin sevimlisinə çevrilir. Ramazanda iftar süfrələrimizin qonağı olun. Hər kəsin ürəyinə yol tapan bu məşhur dadla siz də özünüzü və yaxınlarınızı sevindirin. Süfrələrinizi Coca-Cola ilə bəzəyin. Çünki əsl möcüzələr Coca-Cola ilə başlayır. Dostlar, və artıq gəldik bugünkü verilişimizin də sonuna və önümdə düzülən yeməklərin dadına baxmayacağım. Çünki mən bugün yeməkləri hazırladım və bilirsiniz ki, Ramazan ayındayıq. Mən də sizin kimi, çoxunuz kimi iftarı gözləyəcəm. Əlbəttə ki, iftarı gözləməyən səhhəti ilə bağlı buradan hər kəsə Allahdan şəfa diləyirəm və ümid edirəm ki, axşama ailənizlə birlikdə gözəl iftar süfrəsi hazırlamaq üçün bu yeməklər sizin üçün bir fikir olur. Çox gözəl bir minestrone şorbası hazırladıq. Xüsusən də bugünkü yeməklər İtalyan mətbəxinə aid olan yeməklərdir və minestrone bilirsiniz ki, çeşid fərqli reseptləri var. Bugün biraz fərqli hazırladıq bunu. İçində lobyası da var, maş lobyası da var, ağ qırmızı lobyası da var. Çox gözəl makaron, ən sonunda ıspanaqla cəfəri vurdum. Sonunda da parmezan pendirinlə üzərindən biraz vurdum. Gördüyünüz kimi çox gözəl görsənir. Və əlbəttə ki, ana yeməyimiz balını sousun üzərində parpadella makaronu və içi dolğulu ıspanaq, soğan, sarımsağı və 2 çeşid pendir. Həm parmezan pendiri var, həm ricotta pendiri var. Ən son bunları yaxşıca yağın içində bir balaca saldım. Ondan sonra bir balaca bişirdim və gördüyünüz kimi çox gözəl görsənir. Həqiqətən də əminəm ki, ləzzətlidir. Və əlbəttə ki, ən asan üslubda panna cotta deserti. Xüsusən də bir balaca duzlu olan karamelli bir sousla. Əlbəttə ki, bu reseptləri yenə də sizlər üçün sevgimi qataraq hər zaman olduğu kimi mən Ramişev hazırladım. Ənənəvi olaraq buna bənzər bir çox reseptləri görüb izləmək və öyrənmək istəsəz, o zaman buyurun elə indi keçin YouTube və Instagram səhifəmə. Əlbəttə ki, hər həftə yeni reseptləri qaçırmaq istəmirsinizsə, səhifələrə abunə olmağı da unutmayın. Tam da bu yerdə sizinlə xudahafizləşirəm. Gələn həftəyə dək Uca Allah sizləri qorusun, ruzu bərəkətiniz bol olsun. Allah oruc iftarlarınızı qəbul eləsin. Yadında mı öten günler? Hem çoğalır hem azalır bizimizde, alnımızda o illerden izler kalır. Gelesizim keçelleri ya da salak döne döne öten güne gün çatar mı? Çalasan da günü güne.
Verilişin baş sponsoru Alman brendi Bosch. Verilişin sponsoru Coca-Cola.